kişilər arasında çox geniş yayılmış bir simptom. Sidiyə gedərkən göynəmə. Bu hansı xəstəlikdən xəbər verir? Deməli, ən ağır patoloji hallardan biridir. Sidiyə gedən göynəmənin, yandırmanın yaranması. Bu, infeksiyanın silinmiş formalarını göstərir. Bu, xroniki sürətdə infeksiyanın olması əlamətini göstərir. Bu, insanlarda immunitetin səviyyəsinin aşağı düşməsini göstərir. Sinir sistemində, yəni qıcıqlanmaların, sinir sistemində, yəni sinir uclarının, yəni reseptorların açılmasını göstərir. Eyni zamanda duzun yaranmasını göstərir. Eyni zamanda prostatda durğunluğun yaranmasını göstərir. Yolun daralmasını göstərir. Bəzi vaxtda sellik hücrəsinin zədələnməsini göstərir. Yəni bunun arealı genişdir. Eyni zamanda bu əlamətin meydana çıxmasında bir dənə mənfi hal olur ki, yəni əlamət çox olmadığı üçün bir dənə göynəmə yandırmanı insanlar yüngül bir hal hiss edir. Amma bu yüngül hal deyil. Və bunu ancaq professional həkim aradan qaldıra bilər, ancaq xəstənin yardımı ilə. Əlaqə nömrəsi 050 685 0858.